hala böyle kaldırıp uçta. Şöyle bu. Yok. Ancak oradan kaldırsın ha. Kaldıralım. Zabara ilişkilim dağıtar ulağı bir getirer bu. Gel gel. Ayıp var bakmazdı. Kaldırıp de oradan o işte. Bunu kaldırıp de koymağını buraya. Burada. O torbalar yapacak torbalar. 12'den sonra mı, yani dəqiqələrini dəqiq deyəmərəm saatlarda küləyin nəticəsində ağac yəni aşıb evin üstünə düşüb. Bu momentdə həyətdə uşaq da var idi. Yaxşı ki, uşaq xəsarət almayıb, ancaq çox qorxub uşaq. Həkimə aparıb götürdü. Yəni bilmək olmur nə olacaq fəsadı. Faktiki evimizə deyib, ziyan deyib. Bu nətərlər ki, bu birinci ağacda gəlir, üçüncü ağac düşür bura. Evə dəyən fəsadı göstərə bilərsiniz? Göstərə bilərəm, buyurun. Buyurun, gəlin. Kranla götürüb qoymuşuq bunu qırağa, ağacı. Yəni, bu belə bir vəziyyət alınır. Ev çartlayıb, dam bərbad günə düşüb. Keçən dəfə yıxılan ağac buranı yıxmışdı, dağıtmışdı, yenidən tikmişik. Yəni, ildə 2 dənə ağac buradan aşır üstümüzə. Belə şikayət kimi olmasın və belə olsun da. Yəni, budur ziyan deyil. Faktiki həyətdə uşaq da olub, nətərlər, yaxşı ki, uşağa bir şey olmayıb. Ən əsasıdır ki, uşağa bir şey olmayıb. Deməli, bu ağacla, tək bu ağacla, bu ağaclarla buradan 5-6 ağac yıxılıb. 3-ü mənə ziyan vurub. Az miqdarda olub, o qədər səsimi çıxartmamışam. Deməli, Dəmir Yolu İdarəsinə müraciət etmişəm. Onlar deyir ki, bizlik deyil, bizim palasadan uzaqdır. Ekologiya, Xudafda yerləşən, 4 adiliyində yerləşən Ekologiya İdarəsinə müraciət etmişəm. Onlar da deyiblər, bizlik deyil, bələdiyyənin torpağındadır. Bələdiyyəyə müraciət etmişəm, ərizə yazmışam. 2 dəfə ərizə yazmışam bələdiyyəyə. Yəni, bir ölçü götürülməyib. Xaça bu budama aparılsaydı, mən belə ziyan görməzdim. Heç olmasa budama aparılsaydı. Yenə təhlükəli ağaclar var burada. Buyurun, baxın, bu ağac da təhlükəlidir, bu ağac da təhlükəlidir, bu çox təhlükəlidir, o ağac da təhlükəlidir. Bunları heç olmasa budama aparsınlar. Hamısının dibi quruyan ağaclardır, budama aparsınlar ki, ziyan vurmasın da bizə də. Biz adi insanlar. Oğlum dünən köçürmüşəm bu evinə. Dünən köçüb. 2-cə gündür köçüb evinə. Olduğu bu da mənim deyiliyi ziyanı.